Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. We can see green colors on the earth because biz yer kürəsində yaşıl rənglər görə bilərik. Çünki mətnə əsasən yaşıl rəngin olması burada çoxlu meşə və bitki örtüyünün olduğu mənasına gəlir. Because there are many forests and plants olan versiya bizim düzgün cavabımızdır. Və biz təbii ki, variantlara diqqət etsək, there is a lot of nature and many trees. Yəni çoxlu ağaclar və çoxlu təbiəti var deyə Y variantı doğru cavab hesab olunur. It's our home, bizim evimizdir deyir. The moon is in the sky at night. Gecə ay səmada olur deyir. The planet is full of big ocean. Böyük okeanlarla doludur deyir. The sun is very hot star. Günəş çox isti bir ulduzdur deyir. Hansı ki bu məlumatlar yer kürəsinin yaşıl rəngi olması ilə əlaqəli deyil. Yaşıl rəngi olması bitki örtüyünə bağlıdır. Bu isə Y variantında doğru cavab kimi göstərilmişdir.